Əl-Mutaffifin, çəkidə və ölçüdə aldadanlar surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Veylun lil-mutaffifin-ellezîne izə-ktâlû alən-nâsi yestawfûn. Çəkidə və ölçüdə aldadanların vay halına. O kəslərin ki, cəmaatdan bir şey aldıqda onu tam almaq istəyərlər. وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ. Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ لِيَوْمٍ عَظِيمٍ. Onlar dirildiləcəklərini fikirləşmirlərmi? Həm də əzəmətli bir gündə. يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar. كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ. Xeyr, həqiqətən günahkarların kitabı siccindədir. Sən hardan biləsən ki, siccin nədir? كِتَابٌ مَّرْقُومٌ. O, yazılı bir kitabdır. وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ. O gün haqqı yalan hesab edənlərin vay halına. O kəslərin ki, haqqı hesab gününü yalan hesab edirlər. وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ. Amma bunu həddini aşan günahkardan başqa heç kəs yalan hesab etməz. إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ. Ayələrimiz ona oxunduğu zaman, bu keçmişdəkilərin uydurduğu əfsanələrdir deyir. كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ. Xeyr, onların qəlbini qazandıqları günahlar bürümüşdür. كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək. ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ. Sonra onlar cəhənnəmə girəcəklər. ثُمَّ يُقَالُ هَذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ. Və onlara deyiləcək, budur sizin yalan hesab etdiyiniz cəhənnəm. كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ كِتَابٌ مَّرْقُومٌ. Xeyr, həqiqətən itaətkarların kitabı İlliyyundadır. Sən hardan biləsən ki, İlliyyun nədir? O elə bir yazılı kitabdır ki, يَشْهَدُهُ الْمُقَرَّبُونَ. Onu yalnız Allaha yaxın olanlar görürlər. إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ. Həqiqətən itaətkarlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ خِتَامُهُ مِسْكٌ
وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ Onlara mühürlü şərabdan içirdiləcəkdir. Onun mühürü müşküdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər. وَمِزَاجُهُ مِن تَسْنِيمٍ عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ Onun qatışığı isə təsnim bulağındandır. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər. İnnellezîne ecramû kânû minellezîne âmenû yadhakûn ve izâ marrû bihim yetegâmezûn. Doğrudan da günah edənlər iman gətirənlərə gülürdülər. Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. وَإِذَا انقَلَبُوا إِلَى أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ Öz ailələrinin yanına fərəhlə qayıdırdılar. وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ Möminləri gördükdə isə deyirdilər: Həqiqətən bunlar azmışlardır. وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar. Bugün məhz iman gətirənlər kafirlərə güləcəklər. عَلَى الْأَرَائِكِ يَنظُرُونَ Onlar taxtlar üstündə ətrafa baxacaqlar. هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ Kafirlər törətdiklərinin cəzasını aldılarmı?